Hər vaxtınız xeyir olsun əziz şagirdlərim. Birinci səsimə görə üzr istəyirəm, xəstələnmişəm. Bugünkü dərsimiz nə olacaq? OTK-nın 2026-cı ilin yanvarın 11-də keçirilmiş 9-cu sinif üçün OTK buraxılış sınaqlarını baxacağıq. Başlayaq birinci sualdan. Cədvəldəki uyğun fikirləri müəyyən edin. Özüm üzərində işləmişəm. İndi isə video şəklində çəkib YouTube kanalına yerləşdirəcəm. Demək, cədvəldəki uyğun fikirlər deyil, müəyyən edin. Əvəzlikdən sonra vergüldən düzgün istifadə edilmişdir. Baxaq burada düzgün istifadələrə. O, şagirdlərin ən sevimli müəllimidir. Müəllimidir, kim? O. Ondan sonra isim gəldiyinə görə vergül düzgün qoyulubdur. Biri götürürük. Bu, heç kimə fayda verməyəcək. Verməyəcək, nə bu? Bu, burada isimdir, yəni isim əvəz edibdir. Amma burada vergül qoyulmur. Niyə? Heç kim əvəzliyi gəldiyinə görə 2 də qoyulmur. Bu gəncliyimdən qalmış ən gözəl xatirədir. Nə bu? Gənclik isim gəldiyinə görə vergül qoyulur. 1, 3. Sonra 1-i götürdük. 1, 3. Aha, davam edək. Əvəzlikdən sonra vergüldən düzgün istifadə edilməmişdir. O, mən uşaqlıq illərini yaşadığını dedi, kim? O. İsmi əvəz edibdir. Kim sualına cavab verir. Ancaq vergül qoyulmur. Olmamalıdır. Əvəzlik gəldiyi üçün. Götürük 4'ü. 1, 3, 4 D variantı. Görək o bir variantda niyə olmur? Bu, qarşımızdakı ən böyük maneədir. Nə bu? Qarşımızdakı sifət gəldiyinə görə vergül doğru qoyulub. Əməl etdik. Kim? O. Niyazi ismi gəldiyinə görə vergül doğru qoyulubdur. 1, 3, 4 D variantı. Hansı cümlənin tərkibində israf sözünün antonimi işlənməmişdir? İsraf sözünün antonimi qənaət deməkdir. Baxaq görək. Qənaətdir, ola bilər. Heç qənaət yenə israf sözünün sinonimidir. Antonimidir. Bizdən antonimi soruşur. İsraf sözünün antonimidir. Qənaət dövlətli olmaq deməkdir. Antonimidir qənaət. Kim qənaət edirsə yoxsa olmaz, bu da antonim. Amma deyirsiniz ki, A variantında da antonim var. Yəni qənaətçi sözü var. Niyə götürmürük? Çünki antonim demişdik ki, antonim tərəfləri eyni diksiyası olmalıdır. Feildirsə feil, isimdirsə isim və s. Burada qənaətçi olma mürəkkəb feildir. Ona görə israfla qənaətçi olmağın antonim götürə bilmərik. Cavabımız A variantı. Həmişə Füzuli əsərləri həmişə yüksək dəyərlə layiq görülür cümləsində adlı sözlər haqqında yanlış fikri müəyyən edirik. Məsələn, burada sifətimiz haqqında, sifət məsələn yüksək sözüdür. Deyir ki, sifət nail dərəcədədir, doğrudur. Sözlərin hamısı quruşuna görə saydədir. Bu yanlışdır. Niyə? Füzuli əsərləri həmişə yüksək saydədir. Dəyər, amma layiq görülmək mürəkkəbdir. B variantı yanlışdır. Zərfin mənaca bir növü var, doğrudur. İsmi müxtəlif hallarında olan söz var. Füzulinin yiyəlik əsərləri adlıqdır, doğrudur. Məsbə şəkilcili söz adlıq haldadır. Əsərləri məsbə şəkilcili sözdür və adlıq haldadır. Demişim ki, məsbə şəkilciliyin üzərində başqa hal yoxdursa, onu biz adlıq hal götürürük. Quruşsa eyni olan sözlər sırasını müəyyən edək. Narazı, narazı, gülə görə mürəkkəbdir, getdi. Kitablar, sadə, dəftərçə düzəltmə, getdi. Zəhmətkeş, fəallıq, pulki mürəkkəbdir, getdi. 1-1 ikinci dərəcəli əzgin düzəltmədir. Yaralı sözüdür. Cavabımız burada D variantıdır. Yar, yara, yaralı, yaralılar, oxu, oxudu. 1, birinci hamısı düzəltmədir. Quruşuna görə eynidir. D variantını götürürük. Sonra 5-ci suala baxaq. Tərz hərəkət zərflərini müəyyən edin. Tərz hərəkət zərflərini sürətlə yavaş-yavaş tək başına elə A variantıdır. Orta zamandır. Qorxaraq feili bağlamadır. Dayanmadan feili bağlamadır. Təkidlə orada isə yer zərflidir. Bizə tərz hərəkət soruşur. Sürətlə yavaş-yavaş tək başına. Uyğunluğu müəyyən edin.
başlanğıc forması olan sözdür. Başlanğıc forması olmayan sözdür. Birinci bunların hamısını təhlil edək. Şəhər, şəhərdəki, şəhərdəkilər, böyüməkdən böyük, yaxşıdan yaxşılı, qardaşımdakı, çox, çoxunun. Başlanğıc formasında olan sözdür deyəndə, yəni orada qrammatik şəkilçi olmamalıdır. Baxaq hansında qrammatik şəkilçi yoxdur. B-də, C-də, E-də. Başlanğıc formasında olmayan sözdür deyəndə qrammatik şəkilçi olanı götürürük. Aynandır. Cavab B, C, E aynandır. Baxaq, E variantındadır. Cavabımız E variantı. Eyler-Venn diaqramına uyğun fikirləri müəyyən edirik. Demək, baxaq burada. Miqdar sayı kurusça düzəltmə sözü izah edir. Bəli, miqdar sayı kurusça düzəltmə sözü izah edir. Burada ağlınız məsələn az sözünə getməsin. Burada çox sözü də var. Özündən sonra gəlir düzəltmə isimdir və miqdar sayıdır. Amma burada az sözü zərfdir. Özündən sonra feil gəldiyinə görə miqdar sayı kurusça düzəltmə sözü izah edir. Doğrudur. Zərf təsriflər müəyyən feilə aiddir. Az sözü çalışıb feili bağlamasına aiddir. Doğrudur. 2 də doğrudur. İsmin xüsusiyyətini daşıyan say işlənmişdir. 3 ortaqdır. İsmin xüsusiyyətini daşıyan sayımız yoxdur. Aha. Üçüncü şəxsin təkinin xəbər şəkilsini qəbul etmiş saylar var. Mindir, azdır, birdir, çoxdur. Doğrudur götürürük. Yalnız qeyri-müəyyən miqdar saylar işlənmişdir. Xeyr, yalnız qeyri-müəyyəndir. Bir burada müəyyən miqdardır. Ona görə yanlış. Cavabımız 1, 2, 4. Demək 1, 2, 4 E variantıdır. Sonra cədvəldəki feillə bağlı doğru fikirləri. Demək, feillərimiz heyrətləndirirdi. İndiki zamandadır. Bəli, burada ir indiki zamandadır. Sözün kökünə və yaxud başlanğıc formasına qoşulan demişdik ki, zamanlar feilin başına, kökünə və ya başlanğıc formasına qoşulur. İndiki zamandadır. Təsdiqlədir. Doğrudur. Tərkibində leksik şəkilçilərin sayı qrammatik şəkilçilərin sayından çoxdur. Yanlışdır. İcbar növdədir. Mən heyrətləndirdim. Yanlışdır. İcbar növdə deyil. Köməkçi sözdən istifadə edilməmişdir. Bu da yanlışdır. Çünki burada birincisi ir zamandır. İkincisi hissəcikdir. Yanlışdır. 1, 3, 4. Demək, E variantıdır cavabımız. Doğru cavabımız xəbər şəklindədir. Bu doğrudur. Bizim yanlışın altından yanlış götürəsik deyən. Ona görə 5-i götürmürük. Hansı bənddəki sözlərdə uzun tələffüz olunan sait yoxdur? Baxaq, burada qoşalardan biri düşür, biri uzanır. Qoşalardan biri düşür, biri uzanır. Alim, təəssüf də var. Sabit var, amma D variantında uzanma yoxdur. Bu kitabdakı hekayələri yoldaşlarım da həvəslə oxuyurlar cümləsini eyni suala cavab verən sözlər hansı nitq hissələrinə aiddir? Burada eyni suala cavab verən sözlər deyirikcə, demək, həvəslə oxuyurlar. Nəyi hekayələri? Hansı hekayələri kitabdakı? Hansı kitabdakı? Bu kitabdakı. Burada həvəsliyə diqqətimiz gedir. Həvəslə hansı suala yox, hansı oxuyurlar yox, necə oxuyurlar? Ona görə buna baxmırıq. Bu ilə kitabdakı sözünə baxırıq. Bu da hansı nitq hissəsidir? Bu əvəzlikdir. Bu kitabdakı isə sifətdir. B variantı doğru cavabımızdır. Demişdik ki, 2 ilə dakı şəkilçilərimiz yalnız hansı suala cavab verir? Ona görə burada diqqətli olmaq lazımdır. 10. Bu qrammatika qutardı. Keçək mətnə. Rəqəmlərin mənşəyi və inkişafı yazı tarixinə aid olan problemdir. Rəqəmlərin inkişaf tarixi yazının tarixi ilə bağlıdır. İnsanlar yazı üçün hərfləri yaratdıkları kimi rəqəmlər üçün də işarələri müəyyənləşdirmişlər. Demək, bunları yaradan kimdir? İnsanlardır. Əlbəttə, rəqəmlər heç də birdən-birə meydana çıxmamışdır. Lap qədimlərdə yazının birinci tipinin formalaşdığı dövrdə rəqəm olmamışdır. Lap qədimlərdə yazının birinci tipinin formalaşdığı dövrdə rəqəm olmamışdır. O dövrdəki yazılarda miqdarı bildirmək üçün xətlərdən, nöqtələrdən istifadə edilmişdir. Yazı tarixçilərindən Viktor Istrin göstərir ki, quldarlıq dövründə tezayətin inkişafı ilə əlaqədar böyük ədədlər göstərmək mümkün olmadıqda xüsusi işarələr yaratmaq ehtiyacı yaranmışdır. Xüsusi işarələr niyə yaranmışdır?
ədədləri göstərmək mümkün olmadığına görə bu dövrdən hər xalq öz istədiyi şəkildə işarələrdən istifadə etməyə başladı. Yəni hərə öz istədiyi formada istifadə etməyə başlamışdı. Bunun əsasında bir sıra rəqəm sistemləri yarandı. Misirlər, Şumer, Akkadlar, Minoylar, Çinlilər və başqalarının yaratdıqları sistemlər onların özü üçün yararlı olsa da geniş yayıla bilmirdi. Niyə? Çünki yetərli dərəcədə təkmilləşməmişdir. Yunanlıların əlifba rəqəm sistemi usulundan Slavyanlar və Gürcülər də istifadə etmişdir. Mədəniyyət tarixində əvəzsiz kəşf olunan əlifba yazısının yaranması rəqəmlərin təşəkkülünə və inkişafına böyük təsir göstərdi. Əlifbanın yaranmasında xüsusi rol olan Finikiyalar, əlifbanı kim yaradır? Finikiyalar bizim eradan çox-çox əvvəl hərflərdən rəqəm əvəzinə istifadə etdilər. Hərflərdən rəqəm kimi istifadə edirdilər. Bundan sonra Yunanlılar rəqəm sistemi yaratdılar. Slavyanlar başqalarından fərqli olaraq hərfin rəqəm vəzifəsində olduğunu da aydın nəzərə çatdırmaq üçün rəqəm kimi işlənən hərflərin üstündən müəyyən xətt qoymuşlar. Deməli, xüsusi rəqəm işarəsi formalaşana kimi hərflər rəqəm vəzifəsini də yerinə yetirmişdir. Lakin bu hal yazını ağırlaşdırır, bir sıra elmlərin inkişafına lazım imkan yarada bilmirdi. Buna görə də yazıda rəqəmlə hərfi fərqləndirmək tələbi ciddi şəkildə ortaya çıxmışdır ki, ciddi şəkildə bunları fərqləndirmək lazımdır. Niyə? Çünki ağırlaşdırırdı. Belə bir tələb nəticəsində yazıda hərflərdən fərqli xüsusi məqsədli işarələrə geniş yer verdi. Bu nöqtələrin yerinə də baxarıq, nə yaza bilərik. Əvvəldə işarələr qoyulmuş, bu işarələrimizdən söhbət gedir. Qoyulmuş sözlər demək yeri dəyişikliyə baş verir. Əlbəttə mətndəki fikirlərin ardıcılığı bərpa olunar. Çünki birinci danışır, burada Yunanlılar, bundan sonra Yunanlılar rəqəm sistemi yaratdılar və Yunanlıların əlifba rəqəm sistemi usulundan Slavyanlar və Gürcülər istifadə etmişdir. Ona görə yerini dəyişsən ardıcılıq bərpa olunar. Sonra 12. Müqayisə cədvəlindəki hansı fikirlər yanlışdır? Rəqəmlər müəyyən müddət hərf vəzifəsində yerinə yetirmişdir. Bu doğrudur. Müəyyən qədər istifadə etmişdilər. Sonra Slavyanlar onlardan rəqəm kimi istifadə etdikdə üstündən xətlər qoyulmuşdur. Bu doğrudur. Bizə yəni ki, yanlışı soruşur hərflər haqqında. Demək, inkişaf tarixi rəqəmlərin tarixi ilə bağlıdır. Üzr istəyirəm. İnkişaf tarixi rəqəmlərin tarixi ilə bağlı deyil. Rəqəmlərin tarixi ilə bağlıdır. Xeyr. Yəni yeri dəyişilməlidir. Yanlışdır. 1-dən 3. Hərflərin tarixi ilə bağlı olmalıdır rəqəmlər. İnsanlar yaratmışdır. Doğrudur. İşarələrdən ibarətdir. Doğrudur. 1-dən 3 A variantıdır. Üzərində rəqəm qoyulmuş hansı ifadələr məcazi mənadadır? Baxaq, üzərində rəqəm qoyulmuş sözlərimizə diqqət yetirək. 1. Tarixi ilə bağlıdır, məcazi mənadadır. Bir də çıxmamışdır, məcazi mənadadır. 3. İstifadə edilmişdir, bu məcazi mənada deyil. 4. Baxaq, kəşf hesab olunan məcazi mənada deyil. 1-dən 2. Cavabımız E variantı. Mətal əsasən doğru hesab etmək olar. Bizim eradan əvvəl hərflərdən istifadə edilməmişdir. Yanlışdır. Eradan əvvəl istifadə olunubdur. Sistemimizdə tarixçi olmuşdur. Yanlışdır. Rəqəmlər olmasa əlifba da olmazdıq. Yanlışdır. Qədim zamanlarda hər xalq öz əlifba sistemini yaratmışdır. Yanlışdır. Yazının müxtəlif tipləri olmuşdur. Doğrudur. Cavabımız E variantı. Bax, hardan bildik yazının müxtəlif tipləri olmuşdur. Bax, lap qədimlərdə yazının birinci tipi və yazının müxtəlif tipləri olmuşdur. E variantı. Mətndən belə nəticə çıxarmaq olmaz. Rəqəm sistemi formalaşması yalnız bir xalqla bağlı deyil. Olmaz deyil, bu doğrudur. Bir çox sahələrin inkişafı yazı və rəqəmlərin inkişafına bağlıdır, doğrudur. Qədimdə rəqəmlərə tələbat hərflərdən daha çox olmuşdur. Bu yanlışdır. Əksinə, rəqəmlərə tələbat hərflərdən. Bu yanlışdır. Rəqəmlərin yaranması insanların tələbatı ilə bağlı olubdur, doğrudur. Bir kəşfin geniş yayılması üçün təkmilləşmiş olması lazımdır. Bu da doğrudur. Cavabımız 15-də C variantı. Bir çox elmlərin inkişafında yaranan problemlərin səbəbi nədir?
Demişdi ki, səbəbi odur ki, hərflərin rəqəm vəzifəsinin yerinə yetirilməsidir. Bir də xüsusi rəqəm şəxsi müəyyən dövrdə formalaşmamasıdır. Demək, 2 ilə 3C variantı. Çərçivədə verilmiş söz hansı nümunədə kontekstdəki mənasına uyğun işlədilmişdir? Çərçivədə verilmiş söz. Orada çərçivədə verilmiş sözümüz hansı idi? Ağırlaşdırılmışdır. Burada mətndəki məna ilə eyni olan mənasını baxaq. Burada ağırlaşmış da ola bilməz. Ağır yükünü sağ əlindəki yükü bir qədər ağırlaşdırıb. D variantı bu əngəllər işin yetişinə ağırlaşdırır. Cavabımız 17 variantıdır. Nöqtələrin yerini demək, əlifbanı yaradan ki, nə idi, hansı yer idi? Əlbəttə ki, finikiyalar idi. D variantı. Müəyyən bir kəşfdən bəşəriyyət faydalana bilər. Demini mətni istinad etməklə əsaslandırın. Demək, mətndən necə istinad edə bilərik? Bura qeyd eləmişəm. Demək, finikiyaların əlifbası digər xalqların tərəfindən geniş istifadə olundu. Yəni əlifbanı kəşf eləmişlər finikiyalı və o digər xalqlar tərəfindən geniş istifadə olundular. Bir də bu hissəni qeyd edə bilərik. Məsələn, baxaq. Demək, Yunanlıların əlifba rəqəm sistemi üsulundan Slavyanlar və Gürcülər də istifadə etmişlər. Yəni bir çox xalqlar istifadə edirlər. Bir çox xalqlardan geniş istifadə olunmuşdur. Mətndə əsasən nəticə hissəsindəki nöqtələrin yerinə uyğun yazmaq ifadələri tamamlayın. Demək, bunlar rəqəmlərdir. Belə bir tələb nəticəsində yazıda hərfdən fərqli xüsusi məqsədli işarələr geniş yer verildi və bunlar rəqəmlərdir. Yaza bilərik, bura rəqəmlərdir. Və bunlar sonra yaza bilərik ki, bunlar bir elmlərin inkişafına təkan verən başqa bir elmlərin, yəni bir elmin inkişafına təkan verən rəqəmlərdir və sair, yəni yaza bilərik. Yəni doğrusu ilə qısa, konkret rəqəmlər də yazsaq doğru olar. Sonra keçək ikinci mətnə. İkinci mətnimiz odunçu və ilandır. Kasıb bir odunçu var imiş. Bir gün, hər gün səhər qalxıb meşəyə gedər, odun qırıb şəhərə satmağa apararmış. Yeni meşəyə odununa gedəndə odunçu ilan halına acıyır. Birinci neyini? Halına acıyır. Yəqin susuzdur deyə fikirləşib yandakı sudan ilanı götürüb. Susuzluqdan qıvrılan ilan özünə gəlir. Odunçu işini bitirib meşədən qaydanda bir də nə görsə yaxşıdır, yolun üstündə bir ilan durur. Və burada qorxur. Sonra ilanın səhər su verdiyi ilan olduğunu görüb sakitləşir. Bir qədər yaxınlaşanda görür ki, ilanın ağzında qızıl var. İlan odunçunu görən kimi qızılı yerə qoyub gedir. Bu bütün ömür kasıblıq içində keçən odunçunun sevinci yerə göyə sığmır. Ertəsi gün odunçu oduna gedəndə bu dəfə də özü ilə bir qap su gətirir. İlanı gördüyü yerə gedir. Nə görsə yaxşıdır. İlan ağzında qızıl gözləyir. Beləcə hər gün odunçu süd, ilan qızıl gətirir. Bu qayda ilə odunçu varlanır və bir gün ziyarətə getməyə qərar alır. Oğlunun yanına çağırıb ilanla bağlı əhvalatı danışır və onu hər gün ilana süd aparıb qızıl götürməyə tapşırır. Odunçu ziyarətə gedir. Oğlu birinci gün süd aparıb qızıl götürür. İkinci, üçüncü və axırda deyir ki, gedim ilanın yerini tapım, onu öldürüm, qızılları götürüm. Ertəsi gün süd aparır, sonra ilanı güdür. İlan yuvasına girmək istəyəndə əlindəki balta ilə onu vurur. Balta ilanın quyruğunu kəsir. İlan çevirib olaqlarını sandır. Çox keçmir ki, oğlan ölür. Odunçu ziyarətdən qayıdır, ərəfətdən xəbər tutub kədərlənir. Ancaq yenə ilana süd aparır. İlanı görəndə günah mənim oğlumdadır. Hər şey unudaq, əvvəlki kimi mənə süd gətirim. Sən də qızıl deyir. İlan ona, yox, məndə quyruq, səndə oğul yarası var. Bizim dostluğumuz baş tutmaz. Yaxşısı budur, sən də, mən də ruzimizi başqa yerdə axtaraq deyir, çıxıb gedir. 21-ci sualdan baxaq. Demək, odunçunun mərhəməti onun varlanmasına səbəb olur, doğrudur. Olan ehtiyatsızlığı, xeyr, ehtiyatsızlığı deyildir, özü qəsdən, yəni elədir. Odunçu ilandan qısas almaq üçün onunla dostluğa davam etmək istəyi yanlışdır. Oğlan atasının tapşırığına əsasən ilanla süd qızıl mübadiləsi aparır, doğrudur. Oduncunun artıq damağı oğlunun ölümünə nəticələnir, yanlışdır. Mətndəki əsas fikir əsaslaşan nümunələri seçək. Dostluq şüşə kimidir, sınsa bərpa olunmur, doğrudur. Yaxşı oğullar, burada heç yaxşı atam ağlından falan danışılmır. İlan ağlından qarasına da nənət, xeyr, burada ilan yaxşı obraz kimi qeyd olunur. Bəzi yaralar sağalmır və köhnə münasibət saxlamaq mümkün olmur.
1 ilə 4 cavabımız C variantı. Mətndə bu barədə məlumat var. Odunçu ilanla qarşılaşanda həmişə qorxu hissi keçirir. Xeyr, birinci alına acıyır. İlan sancmasaydı oğlan onu balta ilə vurmazdır. Yanlışdır. Birinci balta ilə vurduğuna görə sancır. Odunçu ilanla eyni gün 2 dəfə qarşılaşır. Doğrudur. Bir südü verir. Sən onu qaydanda görür ki, odunçu o da ağzında qızıl gözləyir. Oğlan ilanı süd aparmaqdan bezir. Odunçu oğlunu ilan ehtiyat olmağı tapşırır. Xeyr, cavab C variantı. Altına xat çəkilmiş ilə ifadələr hansıdır? Orada demək hansıydı? Altına xat çəkilmiş özünə gəlmək ifadəsidir. Özünə gəlmək ifadəsi halı yaxşılaşmaqdır. Özü də orada məcazi mənadadır və rahatlaşmaq deməkdir. 1, 2, 4. Cavabımız D variantıdır. Mətndə nəyin səbəbi müəyyən etmək mümkündür? O ilanın dilini çıxarmasının səbəbi var. Niyə? Çünki susuzluqdan biri doğrudur. O kasıbçı olmasının səbəbi yoxdur. Peşəsini seçməyə səbəbi yox. Oduncunun meşəyə getməsinin səbəbi var. Odun qırmağa getmişdir. 1 ilə 4. Demək D variantı. Mətnə əsasən ilan xəsarət alır. Doğrudur. Bizə yanlışı soruşur. Yaxşılığa yamanlıq edir. Yanlışdır. Səhvi bağışlayır. Güzəştə gedir. Yanlışdır. Dostluğa pozmağa məcbur olur. Doğrudur. Yanlışlar soruşursa 2-3 C variantı. Nöqtələrin yerinə uyğun ifadəni müəyyən edir. İlanı ilk dəfə görəndə odunçuda mərhəmət hissi yaranır. Odunçu ilə demək yanlış fikir soruşur. Odun satmaqla varlanır. Yanlışdır. Biri götürürük. İlanla bağlı əfədə digər şəxsi danışır. Bəli, oğluna danışır. Hər ikisi ilana süd veriyor. Doğrudur. Tamahının qarşılığını həyatı ilə ödəməli olur. Doğrudur. Və atasının tapşırığı ilə qırdığı odunu şəhərdə satır. Yanlışdır. 1 ilə 5 C variantı. Keçək açıq suallara. Mətnin əsas hissəsi əsasında 2 bənddən ibarət tərtib yazın. Yəni plan yazın. Mətnin əsas hissəsində nə yaza bilərik? Məsələn, odunçunun ilanın halına acıması yaza bilərik. Sonra ilanın odunçunun yolunu gözləməsi yaza bilərik. Sonra yaxşılıq yaza bilərik. Oğlanın tamahkarlığını yaza bilərik. Və s. Bunları əsas hissəyə qeyd edə bilərik. Bu hissədən yaza bilərik. İlan oduncunun dostluğu hansı dəyərlərin üzərində qurulmuşdur? Mərhəmət yaza bilərsiniz. Mərhəmət. Sonra xeyirxah yaza bilərsiniz. Sonra yaxşılıq itmir. Yaxşılığa yaxşılıq. Sonra dostluq və s. qeyd edə bilərsiniz. Bu hissələrlə qeyd edə bilərsiniz. Demək, 30 sualın 30'unu izah elədim. Videoya baxmağa, sonda rəylərinizi və bəyənməni unutmayın. Sağ olun, salamat qalın.